Hörmətli qonaqlar, hörmətli məzunlar, 40 nəvərlik məktəb kollektivinin işçi və müəllimlər adından mən bir daha sizi təbrik edir. Hamınıza o gözəl ocağa təşrif gətirdiyinizə görə xoş gəldin deyirəm. Bu gün ənənələrin əsası hələ 47 il bundan əvvəl şairlər tərəfindən qoyulur və bu ənənə demək olar ki, illərlə yaşayır, mən bilirəm, yaşayacaq və davam edəcək. Bu gözəl məktəbi, bu gözəl həyəti bizə bəxş edən Bakı cəmiyyətinə və imza aparatına və Hazır Ruslara dərin təşəkkür edilir. Ağirlər deyirlər, bir qoca xəstələnəndə vəsiyyət edib ki, mən bağda dəfinə bastırmışam, ancaq yerini unutmuşam. Xahiş edirəm, onu taparsınız. Deyir, qoca dünyası dəyişəndən sonra oğulları çox axtarır, lakin dəfinəni tapa bilmir. Bağa elə qulluq edirlər ki, bağ öz məhsulunu 1-5 verir və onu satmaq olar. Onda başa düşürlər ki, həqiqətən dəfinə zəhmətdəymiş. Ona görə də bizim də dəfinəmiz buradadır. Bizim dəfinəmizin məhsulları üst tərəfli oturub. Hamınızı bu dəfinəni tapmaqda və bu dəfinəni yaşatmaq üçün sizə uzun ömür, can sağlığı, hamınıza xoşbəxtlik və sağlar arzulayıram. Bir daha hamınıza xoşal deyirəm. Sağ olun. İndi isə sözü məktəbimizin müəllimi Nazim elmə veririk. Hörmətli qonaqlar, hörmətli məzunlar, hamınız bizim məktəbə, Çörük məbədinə xoş gəlmişsiniz. Məzunları belə görəndə, yəni məktəb ətrafında, məktəb daxilində görəndə mənim ürəyim dağa dönür. Kaş bizim məktəbdə oxuyan şairləri, valideynləri də bu əlaqəni, bu cür ənənəni görüb, gözləyirlər və həmişə məktəblə əlaqəni qurarlar. O vaxt məktəb, bunları şairlərimizə çağırırlar. Çox sağ olun. Hörmətli görüş iştirakçıları, əziz dostlar, Çayrut xoş anlarını, xoş saatlarını yaşayır. Çayrut yenidən həsrətində olduğu övladlarını ağışına almışdır. Dahilərdən biri deyir, zaman yaddaşla toqquşanda insan ixtiyarsızlaşır. Yəni insan hisslərin ixtiyarına keçir. Başqa sözlə, zaman yaddaşın ixtiyarına keçir. Bugün zaman ömrün ən xoş anlarının ixtiyarına keçmişdir. Bugün insanlar xoşbəxt və firavan həyat sürməyin sirlərini və yollarını öyrənən illərə qayıtmışdır. Bir filosofdan soruşurlar, xoşbəxt kimdir? Hikmət sahibi cavab verir, xoşbəxt o kəsdir ki, xoşbəxtliyin nə olduğunu bilir. Xoşbəxtliyin sirlərini, xoşbəxtliyə çatmağın sirlərini biz burada öyrənmişik. Orta məktəbdə öyrənmişik. Mən dəfələrlə hər yerdə, məclislərdə, bəzi yerlərdə, yazılarımda da vermişəm. Bütün nə üçünlərə, nəyə görələrə ancaq bilik vasitəsilə cavab vermək olar. Əgər bilik olmasa, orada boşluq yaranır. Boşluq olan yerdə də fanatizm yaranır, cəhalət yaranır, başqa sözlə fəlakət yaranır. Ona görə də mən sizin hamınıza arzu edirəm ki, hər şeyi olduğu kimi öyrənəsiniz. Əlifba bax buradan başlayır. Mən çox fəxr edirəm ki, mən bu məktəbi bitirmişəm. Və
həyatda nə nailiyyətlər qazanmışamsa, onların bünövrəsi burada, bu məktəbdə olmuşdur. Ona görə sizin hamınıza arzu edirəm və tövsiyə edirəm ki, bütün hər şeyi öyrənməyə can atın. Ən xırda şeyləri də öyrənmək lazımdır. Biliklərin əsası isə orta məktəbdən başlayır. Orta məktəbdə, yəni əsaslı biliyi olmadan böyük çətinliklər çəkir. Ona görə də mən sizin hamınıza xoşbəxt deyirəm. Xoşbəxtsiz ona görə ki, bu məktəbi qutarmışsınız və burada dərs almışsınız. Bütün Respublika, 1-ci Lerik rayonu, Cənub zonası həmişə bizim məktəbi, mən çox görüşürüm hamısına, çox həsədlə xatırlayırlar və arzulayırlar ki, kaş biz də orada oxuyardıq. Yaxın keçmişdə bütün yan kəndlər, yəni qonşu kəndlərimiz xoşbəxtliyin əsasını vaxt burada tapmışlar və həmişə də fəxrlə deyirlər ki, biz fəxr edirik ki, o məktəbi qutarmışıq. Mən sizin hamınıza xoşbəxtlik arzulayıram. Mən sizin hamınıza birinci növbədə həyatın bizə bəxş elədiyi ən böyük töhfə olan can sağlığı arzu edirəm. Və bir şey də demək istəyirəm ki, bax belə görüşlər keçirdikdə insan öz keçmişinə, cavanlığına, uşaqlığına qayıtdıqda bir həkim kimi bunu deyirəm. Hüceyrələr cavanlaşır. İnsanda cavanlıq hormonları əmələ gəlir və insan gümrahlaşır. Sizin hamınıza gümrah, şən və xoşbəxt bir həyat arzulayıram. Sağ olun. Çox sağ olun. Zəhmət çəkib gəlmişsiniz. Həmişə belə şənlikdə olasınız. Arzu edərdik ki, bundan sonraki gənclərimiz sizdən bax, bu birləşmədən, bu qovuşmadan ibrət götürsünlər. Gələcəkdə də kəndimizin, məktəbimizin gözəlləşməsi üçün, inkişafı üçün bir təməl olsun. Həmişə belə şad günlərdə olasınız. Sağ olun, xoşbəxt olun.